أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا أعني أبا القاسم المصطفى محمد وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين الهداة المهديين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمین آمین یا رب العالمین. بحث هجوم به بیت امیر مؤمنان علی علیه السلام mühümtərin bəhslərdəndir ki, tarixi İslamda mətrəh olunubdur. Bu qəziyyə bir qəziyyə musəlləmi tarixidir ki, həm kutub-i şiədə mətrəh olunubdur və həm kitabهای اهل sünnətdə guzarəهای rivایی və tarixisi vücudu vardır və الان bizim dəstərəsimizdədir. Az cümlə o kitablardan ki, çox gözəl bu hadisəni sünnilərin kitablarından cəmavəri eləyibdi əhadisin və biri əhadisi bir-birinin yanına qoyub ta biz تیکه‌های پازل چمین قطعات اتفاق افتاده در تاریخی با همدیگر مرور الیخ و bize mefhum ola kitab Es-Seb'atu min Es-Selef'dir ki bir dənə böyük alim şiəmini təlif eləyib mərcə təqlidi idi müasir zamanda Ayətullahil Uzma Seyyid Murtəzay Hüseyni Firuzabadi. Əlbəttə, əgər əzizlər əhli təhqiq olsalar və kitablara istəsələr rahattər dəstrəsiləri ola, kitab Əl-Hucum əla Beyti Fatimə Cənab Əbdüzzəhra Məhdi yazıbdır. Şəbəkətül Fikr saytında da bu kitab mövcuddur. Eləyə bilərlər, download eləyərlər, tərcümeyi farsı da vardı ki, həm biz kanalı Telegramda, həm kanalı İTA'da qərar vermişik ki, qəziyyə hücum bir dənə qəziyyədir ki, əhadisi mütəəddid və nəqlهای müxtəlif tarixi bunun təyidinin moridində zikr olunubdur. Amma nə yaxşıdır ki, burada biz xülasəyi az bu cəryanı əzizlərin xidmətinə ərz eləyək ta yetişək əsl qəziyyə. Əzizlər, macerای İslam و küfrdir bu cəryanda. Diqqət eləyin. Peyğəmbərin həyatı zamanında vaxtı Həzrət diriydi, zindigi eləyirdi mərdumun içində bir iddələr münafiq, yəni küfr ürəklərində etiqadlar idi, amma izhar iman eləyirdilər. Deyirdilər biz müsəlmanıq. İstəyirdilər İslamı beyindən aparalar. Vəli ta Peyğəmbər diridi, bunlar da izhar İslam eləyirdilər. Eləyənmədilər aşkara Peyğəmbərlə cəng eləsinlər. Fəliza gəldilər, tərh töhdülər, dedilər vaxtı Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm dünyadan getdi, biz qoymayacağıq bu İslam-ı nopayı ki təzə rüşdü tapıbdır və aləmdə istəyir fəragir ola, qoymayacağıq bu əsil surətdə öz haləti ilə idamə verər rüşduna. Bəlkə içəridən İslamı tuxali eləyəcəyik və İslami ki zahiri fəqət İslam idi, vəli dərun mayəsi yoxdur, bir dənə puç girdəkan kimin ki ərzişi olmaz ki onun. Aləmə bu cür İslamı ərz eləyəcəyik. Fəliza bunlar tərh töhdülər ki vaxtı Peyğəmbər Əkrəm dünyadan getdi, be heç vəch minəl vücuh qoymayacağıq təyin olmuş Peyğəmbərin canişini Allah tərəfindən ki ayat mütəəddid Qur'an
nazil olubdu Peyğəmbər vaxtı sən dünyadan getdin, özünə canişin qərar vercinən. Kimi canişin qərar vercinən? Əli ibn Əbi Talib əleyhissalami. Əmir-i Möminin Əli əleyhissalamın imamətinə raci müxtəlif ayat vardı Qur'andan ki, təabir mütəəddid və müxtəliflə təkid eləyib Peyğəmbərə. Ya eyyuhər rəsul bəlliğ ma unzilə iləykə. Ey Peyğəmbər, iblağ eləcənən mərduma uzadı ki, sənə nazil olubdu. Fəin ləm təfəl fəma bəlləğtə risalətə. Əgər məsələ imamət və vilayəti mərduma iblağ eləməsin, sən risaləti kəənnəh əncam verməyibsən. Xob, çox mühüm məsələdir da. Vallahu ya'simuke minən-nas. Allah səni düşmənlərin hiləsindən, keydindən saxlayacaq. Nigeran olma cinan. Müxtəlif, mütəəddid ki, Qədir Xum günündə də Peyğəmbər bir surət-i umumi mərduma elan elədi ki, məndən sonra Əli ibn Əbi Talib əleyhissalam sizin imamınızdır. Bəs bizim bir dənə cəryan-ı nifaq varımızdır ki, ayat-ı müxtəlifi Qur'an o əfradə murid işarə buyurur, bəlkə təsrih buyurur. Axərin sure-i ki, Peyğəmbərə nazil olubdu, sure-i Tövbədir. Sure-i Tövbədə ayat-ı müxtəlifi در مورد münafiqlər nazil olubdu. Və min əhlil Mədinə məvədu ələn-nifaq. Bir də mərdum Mədinədən münafiqdirlər, imanları yoxdur. Sure-i Münafiqun nazil oldu Peyğəmbərə. Ta rüsva olala münafiqani ki, Peyğəmbərlə izhar iman eləyirlər, vəli küfrləri ürəklərində vardı. Bu cəryan-ı nifaq çox təlaş elədi. Xud Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləmi dünyadan aparsın və Peyğəmbərin hökumətin, Peyğəmbərin getdiyi dinin elə nütfədə xəfi eləsinlər. Amma ta hududi bunlar müvəffəq olmadılar. Əlbəttə iqdamatı elədilər bu moriddə. Vəli zahirən müvəffəq olmadılar. Xud Peyğəmbəri qəbl az e'lan imaməti Əmir-i Möminin Əli əleyhissalam dünyadan aparsınlar və şəhid eləsinlər. Bunlar bir iddia əfrad idilər ki, vaxtı Peyğəmbər axərin günlərində ki, bəstəri bimaridəydi, təkid elədi. Buyurdu ki, mənə qələm və kağız gətirin, sizə bir zat yazım ki, məndən sonra gumrah olmayın. Onlar Peyğəmbərə cəsarət elədilər, əhanət elədilər və dedilər ki, Peyğəmbər həzyan deyir, nəuzən billah. Gətirməyin kağız və qələm Peyğəmbərə. Bu əfrad bir iddia adamlar idilər ki, vaxtı Peyğəmbər dünyadan getdi, qəbl az inki Peyğəmbər dünyadan gedə, bunları Peyğəmbər bir dənə ləşşərlə yolladı, be fərmandehi Usamət ibn Zeyd. Ondan sonra lə'n elədi. Buyurdu, Allah lənət eləsin o adama ki, ləşşər Usamət ibn Zeyddən sərpiçi eləyə qayda. Bundan gərək bahəm gedəsiz. Vəli bunlar sərpiçi elədilər, qayıtdılar. Təxəllüf elədilər ceyşi Usamədən. Gəldilər, gördülər Peyğəmbər dünyadan gedibdi Mədinətə. Bunlar əvəz eyin ki, Peyğəmbərin cənazəsinə namaz qılıb Peyğəmbəri dəfn eləyələr. Peyğəmbərin cənazəsi hənuz yerdədir. Bunlar qaça-qaça getdilər. Özlərinə bir şurayı təşkil verdilər Səqifədə, Səqifi Bəni Saidədə ki, özlərinə bir dənə xəlifə intixab eləyərlər, imam intixab eləyərlər, rəhbər təyin eləyərlər. Kimi özlərinə imam və rəhbər təyin elədilər? Həmun ki, qəblən Səhifə Məlunədə bunlar təsmimlərin tutub yazıb imzalamışdılar. Vaxtı Peyğəmbər dünyadan getdi. Əvvəl Əbu Bəkri eləyəcəyik özümüzə imam və pişva və rəhbər, ikinci Ömər, üçüncü Osman ta ilə axır. Nəxşələr var idi. Xob gəldilər, Əbu Bəkri burada
özlerine imam qərar verdilər. در حالی که پیامبر طبق دستور الهی امیر مؤمنان علی علیه السلام معمور eləmişdi ki, bəli, امیر مؤمنان علی علیه السلام imam معرفی eləmişdi mərdum üçün. من كنت مولا فهذا علی و مولا انت منی بمنزلت هارون من موسى. Ya Ali, sən mənim canımsan. Ya Ali, sən mənim bimənzəli başımsan nisbət bir bədənim. Müxtəlif qalibهای bəyanidə Peyğəmbər təsrih buyurmuşdu ki, Əli mənim canişinimdir. Vəli bunlar Peyğəmbərin belə fərmayişlərini qoydular kənara və Əbu Bəkri burada özlərinə imam intixab elədilər. Xob, vəxti Əbu Bəkri bunlar özlərinə imam intixab elədilər, cəryanı səqifədə ki, müfəssəl bəhsi vardı. Gəldilər, dedilər ki, gərək tamamı mərdum Əbu Bəkrlə beyət eləyə. Xob, bir iddəni zorla, bir iddəni tətminlə, bir iddəni qorxutmaqla getdilər, zorla, təhdidlə, aşubla getdilər, Əbu Bəkrlə beyət elətdirdilər. Bir iddəni də öldürdülər arada. Xob, amma bir iddələr gəldilər, cəm oldular. Əmir-i Möminan Əli əleyhissalam və Fatimə Zəhra salamullah əleyhanın önündə bu unvan mütəhəssinin təhəssün elədilər beyti Həzrəti Zəhra salamullah əleyhadə və iba elədilər, xuddari elədilər ki, Əbu Bəkrlə bunlar beyət eləyərlər. Neçə nəfər idilər? Adları məzkurdur tarixdə, yazılıbdır. Xob, vəxti bu iddə Əli ibn Əbi Talib əleyhissalamın dövründə idilər və rəəsində Həzrəti Zəhra salamullah əleyha və Əmir-i Möminan Əli əleyhissalam idi. Xob, vəxti bunlar beyət eləmədilər. Bu hakimani ki kudetای səqifədə bu unvanı imam özləri müərrifi eləmişdilər camiyə İslamiyə. Bunlar dedilər, illa və labud gərək Əli ibn Əbi Talib əleyhissalam gələ beyət eləyə. İndi buradan sonra qəziyyə-i hücum başlanır. Baxın, kitab-ı İbn Quteybi Deynəvəriyə. Kitabın adı Əl-İmamətü və Siyasə. Orada bir dənə unvan açır bu şəxs deyir, nəcür oldu Əli ibn Əbi Talib əleyhissalamın beyət Əbu Bəkrinə. Orada deyir ki, Əbu Bəkr soruşdu, dedi ki, hardadır Əli ibn Əbi Talib əleyhissalam? Niyə gəlib məndən beyət eləmir? Öməri yolladı Əli ibn Əbi Talib əleyhissalamın qapısına. Ömər gəldi Əli ibn Əbi Talib əleyhissalamın evinin qabağına, çağırdı, öydə olanlara dedi, öydən çıxın eşiyə, gəlin gedin Əbu Bəkrlə beyət eləyin, fəəbəv ən yəxrucu. Bunlar gəlmədilər eşiyə. Orada Əbu Bəkr, orada Ömər o dövrəbərlərindən dərxast elədi, gedin odundan, ağaçdan gətirin, yığın bu qapının dalına, fədəa bil hətəb. Baxın, ondan sonra Ömər and içdi. Dedi, and olsun Allaha. Lətəxrucənnə əv ləuhərriqənnəhə ələ mən fiyhə. Mən ya bunları öydən çıxardacağam, eşiyə aparam, Əbu Bəkrlə məsciddə beyət eləyələ bunlarda. Ya övdə olan insanlarla otlayacağam. Orada bir şəxsi Ömərə qayıtdı, dedi ki, Ömər innə fiyhə Fatimə, bu öyün içində Həzrəti Zəhra salamullah əleyha vardı. Ömərin cavabına baxın. Dedi, fəqalə və in, hərçənd Fatimə Zəhra salamullah əleyha öyün içində olsa, əgər bunlar iki öyün içində təhəssün eləyiblər və Əbu Bəkrin imamətinə qaillərlə və onunla beyət eləmirlər bu unvanı canişini Rəsul-i Xuda, mən otlayacağam. Fatimə Zəhra salamullah əleyhanə otlayacağam. Baxın, və in.
Ta gəldi bura ki, fəvəqəfə Fatimə ələ babiha. Həzrəti Zəhra salamullahi əleyha gəldi durdu evinin qapısının dalında. Dedi, nə pis qovmusuz siz. Peyğəmbər dünyadan gedib, hənuz cənazəsi bizim əlimizdədir. Siz gəldiniz, bizim həqqimizi qəsb elədiniz, bizim əmrimizi qət elədiniz. Fəta Ömərə Əbu Bəkr. Ömər getdi Əbu Bəkrin yanına. Dedi ki, ağa bula gəlmirlər beyət eləyələ səndən. Əbu Bəkr bu nəqldə vardı, Qonfozu yolladı. Qonfoz ki, Qulam Ömərdir. O da getdi, Əli ibn Əbi Talib əleyhisselamı çağırdı. Əli ibn Əbi Talib əleyhisselam buyurdu ki, xob, Əbu Bəkr mənim canımdan nə istəyir? Dedi ki, Əbu Bəkr səni çağırır, Əbu Bəkr ki, xəlifə Rəsulullahdır, canişini Rəsulullahdır, səni çağırır, deyəcə məndən beyət eləcəkən. Əli ibn Əbi Talib əleyhisselam buyurdu, Ləsəri o ma kəzəbtum əla Rəsulullah. Nə tez Peyğəmbərə yalan bağladınız? Əbu Bəkr xəlifə Rəsulullahdır. Nə vaxt Peyğəmbər özünə canişin intiqab elədi ki, deyir, Əbu Bəkr canişini Rəsulullahdır. Nə vaxt Əbu Bəkr bu unvanı canişin intiqab eləyibdi Peyğəmbər. Nə tez Peyğəmbərə yalan bağlıyorsunuz? Qonfuz getdi, mətləbi dedi Ömərə, Əbu Bəkrə. Əbu Bəkr başladı, ağladı. Tayin ki, Ömər ikincisi getdi, dedi ki, bənəcür olacaq. Bunlara vaxt verməcənə, nə? Niyə gəlmirlər, beyət eləmirlər? Əbu Bəkr ikincisi Qonfuza dedi ki, Əli ibn Əbi Talibə dedilər ki, Əmirəl-Möminin səni çağırır, dəvət eləyir ta ondan beyət eləyəsən. Gəldi Əli ibn Əbi Talib əleyhisselamın qapısının dalına Qonfoz sözü dedi. Ondan sonra bu mətnidir. Əli ibn Əbi Talib əleyhisselam səsin ucatdı və buyurdu, Subhanəllah, ləqəd iddia ma leysə ləhu. Nə iddiayı buzurgi eləyib, o iddiayı ki, onun şənində deyir. Əbu Bəkrin şənində deyir ki, deyə mən əmir-i müminanəm, hakimi müsəlmanlara. Ondan sonra Qonfuz getdi. Mətləbi vaxtı Əbu Bəkrə dedi ki, Əli ibn Əbi Talib əleyhisselam bu cür buyurdu. Əbu Bəkr yenə başladı, ağladı. Ondan sonra Ömər bir iddə cəmaətinə getdi. Həzrəti Zəhra salamullahi əleyhanın övünün qabağına və fədəqqul bab, qapını çaldı. Çalandan sonra vaxtı Həzrət salamullahi əleyha eşitdi bunların səslərin, o əfradi ki, gəlmişdilər qapının dalına. Orada Həzrəti Zəhra salamullahi əleyha buyurdu, Ya əbəti, ya Rəsuləllah, maza ləqina ba'dəkə min İbnil Xəttab və İbni Əbi Quhafə. Ey pədər, ey Rəsul Xuda, səndən sonra biz Ömərlə Əbu Bəkrin əlindən nələr çəkdik? Vaxtı mərdum Həzrəti Zəhra salamullahi əleyhanın naləsin və fəryadını eşitdilər. Atca qaldılar, qəlbiləri nərm ola. İstəyirdilər, atca qalırdılar qeydələ. Əbu Ömər onları saxlatdırdı və Əli ibn Əbi Talib əleyhisselamı övdən çəkdi eşiyə. Rivayətlərdə vardı. Deyəcəyik inşallah ki, qapını otladı, qapıya təpih vurdu və Həzrəti Zəhra salamullahi əleyha orada məcruh oldu. Həzrəti Muhsin salamullahi əleyh bu unvan əvvəlin şəhid der rah imamət və vilayət orada şəhadətə yetişdi. Onunla Əli ibn Əbi Talib əleyhisselam ki, Peyğəmbərin tərəfindən məmur və səbr idi. Peyğəmbər buyurmuşdu, beləncəli ittifaqat düşəcək, ya Əli, sən səbr eləcənən. Gəldilər Həzrət Əli əleyhisselamın əlin bağladılar, evdən çıxartdılar, apardılar.
Əbu Bəkrin yanı Əbu Bəkr dedi ki, mənlə beyət eləcəkən dedi, əgər beyət eləməsəm nə eləyərsən? Dedi, onunla andolsun Allaha boynu vururuq. Əli ibn Əbi Talib əleyhissalam buyurdu, Allahın bəndəsinin və Peyğəmbərin qardaşının boynun vurarsınız o cürdə. Ömər heç utanmadı. Əli ibn Əbi Talib əleyhissalama buyurdu, sən Allahın bəndəsən, amma Peyğəmbərin qardaşı deyəsən ki, macirayı müvaxat, bəradəri numudən beyin əshab-ı Rəsulullah ki, Peyğəmbər Əli ibn Əbi Talib əleyhissalamı özünə qardaş gəyərmişdi, qərar vermişdi, bunların hamısını qoydular kənara. İnkar elədilər burada. Ondan sonra Ömər gəldi, Əbu Bəkir dedi ki, Əbu Bəkir sakitsən, heç də demisən və əmr dəstur vermirsən ki, gələ səndən beyət eləyə. Əbu Bəkir dedi ki, ta Həzrəti Zəhra salamullahi əleyha diridi, boşluğun Əli ibn Əbi Talib əleyhissalamı. O rivayətdə vardı, fələhəqə Əliyyun bi qəbri Rasulillah yəsih və yəbki və yunati. Əli ibn Əbi Talib əleyhissalam məsciddə özün apardı, yapışdırdı Rəsul-i Xudanın qəbrinə, fəryad elədi, ağladı və buyurdu, Yəbnə ummi, innəl qavmə istəzəfuni və kadu ən yəqtulunəni. Ey anam oğlu, bu qovmi ki vardılar səndən sonra məni kiçik saydılar və atca qaldılar məni şəhid eləyələr. Pəs cəryan-ı hücum nəql olubdu Kutub-i Əhl-i Sünnətdə. Əlbəttə mütəəddid kitablarında nəql olub və biz İbn-i Quteybi Nəvərin kitabından nəql elədik. Xob, birindələr deyirlər, xob, burada bəhsi hücum yoxdur ki, bəhsi məsələn elə təhdid vardı. Gəlibdi Ömər Həzrəti Zəhran evin təhdid eləyibdi deyib, öydən çıxmasın, evi otlayacağım. Bu həddədə biz deyirik, niyə? Rivayati vardı sünnilərin kitabında, mütəbər kitablarında ki, dilalət eləyir, Ömər bu işin görübdü və Əbu Bəkr izhar-ı pəşimani eləyir. Axir ömründə, ey kaş mən bu işi görməydim. Baxın, Təbəri bu unvan müvərrix nami Əhl-i Sünnət. Kitabın adı Əl-Uməmu vəl-Mulukdur. Muhammed ibn Cərir Təbəri mücəlləd dovom səhifə 619-də öz sənədi ilə Ömər ibn Əbdürrəhmandan nəql eləyir. Ömər ibn Əbdürrəhman ibn Avf dədəsindən nəql eləyir, Əbdürrəhman ibn Avfdan. Deyir, varid bər Əbu Bəkr oldum, o zaman ki, da Əbu Bəkr istəyirdi dünyadan gedə. Dedim ki, biləxərə Əbu Bəkr, sən biləxərə heç də pəşiman deyəsən ki, çox biləxərə aramışla dünyadan gedətsən nədir? Əbu Bəkr gəldi, dedi ki, yox, mən dünyada 3 dənə iş əncam verməyəcəm ki, ey kaş mən bunları əncam verməyəydim və bunların əncam verməyindən pəşimanəm. Bunların birin bu cür nəql edir. Vədəttu ənni tərəktuhunnə fəvədəttu ənni ləm əkşif bəytə Fatimə ən şeyin və inkanu qəd qəlləquhu ələyyəl-hər. Ey kaş mən xanə-i Həzrəti Zəhra səlamullah əleyhaya varid olmayaydım və əgər ki bəray cəhəti cəng mənim üzümə bağlanmış olaydı. Baxın, eyni həmin rivayəti Zəhəbi Mizanul İ'tidalda nəql eləyir. Mücəlləd-i dovom səhifə 215-də İbn-i Quteybi Nəvəri Kitab Əl-İmamətu və siyasəsində nəql eləyir. Təhti unvanı babu mərəz Əbi Bəkr və istixlafihi Ömərə. Xülasə, bu Zəhəbi də etiraf eləyir ki, bu rivayət səhihdir. Üstədən nəql edir və təsrih eləyir ki, bu rivayət səhihdir. Əlbəttə, cümlə dəlaili ki, Ömərlə Əbu Bəkr hücum gətiriblər Həzrəti Zəhra salamullahi əleyhanın qapısına və qapısını yandırıblar və Həzrəti Mövlidə əziyyət və azar qərar veriblər. O rivayat idi ki, dilaləti Həzrəti Zəhra salamullahi əleyha Ömərlə Əbu Bəkirdən qəzəbnak və xəşmgin idi bunlardan. Baxın,
rivayat ehl-i sünnette varid olubdu ki, qəzəb və xəşm Həzrəti Zəhra salamullah əleyha, qəzəb və xəşm Xudavənd təbarək və təaladır. Baxın Müstədrək Əl-Səhihəyn Hakim Neysaburi mücəlləd sevvam səhifə 153-də sənədi ilə Əli ibn Əbi Talib əleyhissalamdan nəql edir ki, o Həzrət buyurur, Rəsul Xuda buyurdu, Həzrəti Zəhra salamullah əleyhaya ki, İnnəllahə yəğzibu liqədəbikə və yərza lirizak. Xudavənd təbarək və təala səni Fatimə Zəhra salamullah əleyhanın qəzəbi ilə qəzəbnak olar və sənin razı və xoşnud olmağınla razı və xoşnud olar. Ondan sonra təsrih edir, haza hadisun səhihul isnad, bu hədisidir ki, sənədi səhihdir. Baxın, eyni bu rivayət ayrı kitablarda əhl-i sünnətin nəql olubdur. Mesela İbn Əsir kitabında nəql eləyib, Ostulqabə cildi 5 səhifə 524, İbn Həcər kitabı Əl-İsabə cildi 8 səhifə 150 və kitabhay müxtəlifi digər. Zəhəbi Mizanul İtidalında rivayət nəql eləyir Rəsul Xudadan və tə'yid eləyir ki, bu rivayət səhihdir sənədən. Buyurur ki, Ya Zəhra, innən Rəbbə yəqdibu liqədəbik və yərda lirizak. Kənzul Ummal cildi 6 səhifə 219-də nəql eləyir Rəsul Xudadan ki, İnnəllah əzzə və cəl yəqdibu liqədəbi Fatimə və yərda lirizak. Mütəəddid bu rivayətlər var olunubdur. Bu, istəyirəm deyəm ki, ağa qəzəbi Həzrəti Zəhra salamullah əleyha, xoşnudi Həzrəti Zəhra salamullah əleyha, bir dənə xəşm و rızayət insan adi deyir. Be cəhət اینکه Həzrəti Zəhra salamullah əleyha məsum idi, xaric az meyar ilahi iş əncam verməz. Fəliza Həzrəti Zəhra salamullah əleyha hər kimdən razı olsa, yəni Allah ondan razıdır. Ondan sonra rivayati varımız əhl-i sünnetin mühimtərin kitablarındakı Səhih Buxari və Səhih Müslim ola, o kitablarda nəql olunubdur ki, Rəsul-i Xuda sallallahu aleyhi və aleyhi və səlləm Həzrəti Zəhra salamullah əleyhaya xitab buyurdu, Fatimətü bəzətun minni fəmən əğzəbəhə əğzəbəni. Fatimə mənim tikəmdir. Fatimə pariyi tənimdir. Hər kim Fatimə Zəhranı qəzəbnak eləsə, məni qəzəbnak eləyibdir. Baxın, Səhih Buxari kitab-ı Bədəil Xəlq, bab-ı mənaqib qərabətir Rəsul. Rivayətdə Misvər ibn Məqrəmədən nəql olunubdur. Mütəəddid kitabhay əhl-i sünnətdə ba əlfaz müxtəlifi nəql olunubdur ki, rizayət Həzrəti Zəhra salamullah əleyha, rizayət Peyğəmbər və xəşm işan xəşm Peyğəmbərdir. Amma axırın mətləb ki, istəyirik burada deyək, budur ki, ağa, Həzrəti Zəhra salamullah əleyhanın ki, indi bildik qəzəbi Xuda və Rəsulidir. Xob, son məmaza bundan sonra nəminə deyəcəyik. Baxın bura, kitabhay əhl-i sünnətdə, sünnilərin öz kitablarında, mu'təbər kitablarında nəql olunubdur ki, Həzrəti Zəhra salamullah əleyha Əbu Bəkirdən və Ömərdən qəzəbnak olub və onlara əsəbani dünyadan gedibdir. Naxoşnud dünyadan gedibdir. Baxın, kitab-ı Səhih Buxari, Kitab-ül Xums hədis دوم rivayəti Urvət ibn Zubeyr nəql eləyir Ayşədən ki, Ayşə deyir, fəqəzəbət Fatimə bintu Rəsulillah fəhəcərət Əbabə. Həzrəti Zəhra salamullah əleyha ki, doktor Rəsul Xudadır, Əbu Bəkirdən əsəbani olub, ona xəşmgin olub və onun əlindən narahat idi. Fələm təzəl mühacirət və hətta tuvufiyyət. Və Həzrəti Zəhra salamullah əleyhanın qəzəbi və narahatçılığı idamidar idi ta zaman ki, Həzrəti Zəhra salamullah əleyha dünyadan getdi. Xob, bu bir rivayət. Rivayəti varımızdır kitab-ı Səhih Müslimdə, Kitab-ül Cəhadi və Siyər, bab-ı qavl-i nəbi la nüvərrəz. Həmin mətləbi ki,
zikr olunubdur. Həzrəti Zəhra səlamullah əleyha Əbu Bəkirdən qəzəbnak idi. Mətn-i rivayətdə budur. Fəvəcədət Fatimə əla Əbi Bəkrin fi zəlikə fəhəcərəthu. Həzrəti Zəhra səlamullah əleyha Əbu Bəkirdən xəşmnak idi və ona narahat idi və onun əlindən narahat idi. Fələm tükəllimhu hətta tuvuffiyət. Və kələmi Əbu Bəkirlə danışmadı ta zamani ki dünyadan getdi. Həmin mətləb əlavə birinci Səhih Müslimdə nəql olunub, Səhih Buxaridə də nəql olunubdur. Kitab Bədəil Xəlq bab-ı Qəzvə-i Xeybərdə Ayşə də bunun ravisidir. Amma mütəəddid bu moriddə rivayətlər nəql olunubdur. Səhih Tirmizi cildi bab ma cəə fi tərəkəti Rəsulillahda Əbu Hüreyrədən nəql eləyib bir dənə rivayət ki, Həzrəti Zəhra səlamullah əleyha buyurdu: Vallahi la ukəllimukuma əbəda. Mən and olsun Allaha, məni Zəhra, Əbu Bəkirlə, Ömərlə ta axır danışmayacağam. Fəmatət və ləm tukəllimhuma. Və Həzrəti Zəhra səlamullah əleyha dünyadan getdi də hali ki kələmi narahatçılığından Ömərlə Əbu Bəkirdən danışmadı. Onlarla danışmadı bir kələmə. Gün nə qədər Həzrəti Zəhra səlamullah əleyhanı əsəbani eləyiblər, bunlar narahat eləyiblər. Ki Həzrəti Zəhra səlamullah əleyha bunlarla kələmi danışmadı. Ondan cəlib rivayət İbn Quteybi Dinəvəridir ki, Kitab Əl-İmamət və Siyasəsində nəql eləyib. Təht unvanı bəli, keyfə kanət bəyət Ali ibn Əbi Talib əleyhissalam. Çox cəlib eşitməli rivayətdir. Ömər Əbu Bəkirə qədirdi, gəlin gedək Həzrəti Zəhra səlamullah əleyhanın iyadətinə. Biz Həzrəti Zəhra səlamullah əleyhanı qəzəbnak eləməyəcək. Fə inna qəd əğzəbnaha. Biz, yəni Ömərlə Əbu Bəkir, biz Həzrəti Zəhranı qəzəbnak eləməyəcək, xəşmnak eləməyəcək. İkisi dururlar, bahəm gedirlər Həzrəti Zəhra səlamullah əleyhanın qapısına. Bəd əz macirayı hücum-i beyt Həzrəti Zəhra səlamullah əleyha icazə istəyirlər. Həzrəti Zəhra səlamullah əleyha icazə vurud vermir, gələlə özxahlıq eləyələ. Fəətəya Əliyyə. Bunlar gedirlər Həzrəti Ali əleyhissalamın məhzərinə. Həzrəti Ali əleyhissalamın vasitə qərar verirlər. Bənabər məsləhət Həzrəti Ali əleyhissalam deyir ki, gedin, işqalı yoxdur. Gəlir Həzrəti Zəhra səlamullah əleyhi ilə danışır. Həzrəti Zəhra səlamullah əleyha buyurur: Ya Əli, öv sənin övündü, mən də sənin kənizüvəm. Sən nə cür səlah bilirsən, o cür əməl eləcinə. Ömərlə Əbu Bəkir gəlirlər Həzrəti Zəhra səlamullah əleyhadən məsələn üzxahlıq eləyələ. Bədə cəryanı hücum və beyt Həzrəti Zəhra səlamullah əleyha ta bu iki nəfər vardı xanə olurlar. Fəqəəda ta otururlar. Həvvələt vəchə iləl vaid. Həzrəti Zəhra səlamullah əleyha üzün çörür divarə. Bunlar səlam verirlər. Fələm turəddə əleyhima. Səlamlarının cavabını vermir Həzrəti Zəhra səlamullah əleyha. Sonra bunlar çox israr edirlər. Həzrəti Zəhra səlamullah əleyha buyurur ki, siz bilin Allah, anda verir Allaha. Aya Peyğəmbərdən eşitmədiniz? Peyğəmbər buyurdu, Fatimə-i Zəhra səlamullah əleyhanın rizayəti məni Peyğəmbərin rizayətidir. Fatimə-i Zəhranın qəzəbi məni Peyğəmbərin qəzəbidir. Rıza Fatimə min rizai və səxətu Fatimə min səxəti. Fəmən əhəbbə Fatimə ibnəti fəqəd əhəbbəni. Hər kim Fatiməni çox istəsə, məni çox istəyib. Hər kim onu razı və xoşnud eləsə, məni Peyğəmbər razı və xoşnud elib. Hər kim Həzrəti Zəhra səlamullah əleyhanı xəşmnak eləsə, məni Peyğəmbər əsəbani və xəşmnak eləyib. Mən əsqətə Fatimə fəqəd əsqətəni. Ömərlə Əbu Bəkir dedilər, bəli, biz bu rivayəti Peyğəmbərdən eşitmişik barha. Həzrəti Zəhra səlamullah əleyha onda buyurdu, Allah şahid olsun, mələikə şahid olsun, ennəkuma əsxəttumani, səni Əbu Bəkirlə, səni Ömər, məni Zəhranı xəşmnak eləyibsiz, narahat eləyibsiz və ma ərzəytumani və ləin ləqitun nəbi ləəşkuvənnəkuma ilək.
və mən sizdən razı olmamışam və olmayacağam və əgər Peyğəmbəri mülaqat eləsəm, sizin əlinizdən Peyğəmbərə şikayət eləyəcəyəm. Ondan sonra Əbu Bəkr çaldı başına, dedi, Allaha pənah aparam Həzrəti Zəhranın və Peyğəmbərin xəşm və qəzəbindən. Həzrəti Zəhra salamullahi əleyha tibqi nəql əhli sünnət deyə, bunlar rivayat əhli sünnət dəzlən xidmətini oxuyuram. Buyurdu ki, Vallahi lə'əduvənnə əleykə fi kulli salatin və səlliha. Əbu Bəkr, and olsun Allah, hər namazdan sonra mən səni nifrin eləyərəm. Görürsünüz, bu qəzəb Həzrəti Zəhra salamullahi əleyhadır. Bu nişan verir ki, bunlar hücum gətiriblər Həzrəti Zəhra salamullahi əleyhanın evinə və Həzrəti Zəhra salamullahi əleyhaya əziyyət və azar yetiriblər. Və bunlar bais olubdur ki, Həzrəti Zəhra salamullahi əleyha Ömərlə Əbu Bəkrin əlindən xəşmnak ola və onların əlindən narahat ola. Və vaxtı bunlar gəlirlər, zahirən mərdum və məsələn biz getdik uzxahlıq elədik, Həzrəti Zəhra bizdən razı və xoşnud oldu. Gəlirlər vaxtı uzxahlıq eləyirlər, Həzrəti Zəhra salamullahi əleyha tiri xəlassı bunlara vurur. Deyir, mən ta dünyadan gedincək sizdən razı olmayacağım. Peyğəmbəri görsəm sizin əlinizdən, Peyğəmbərə şikayət eləyəcəyəm. Və hətta qəzəb Həzrəti Zəhra salamullahi əleyha tənha zamanı həyatına çeyindərdi. Bəlkə vaxtı dünyadan da getdi, vəsiyyət eləyir ki, ya Əli, icazə verməyəsən Əbu Bəkirlə Ömər gələlə, mənim cənazəmə namaz qılala, təşhiyə cənazəmdə şirkət eləyələ, məni dəfn eləməkdə onlar da şirkətləri ola. Məbada bunlara icazə verəsən. İttifaqən əhl-i sünnətin kitablarında bu rivayətlər vardı ki, haki az bu məsələdir. Baxın, Səhih Buxariyə, Kitab-ı Bədəil Xəlq, Bab-ı Qəzvi Xeybərdə nəql olunub, Ənə Fatimə ləmmə tuvaffiyət dəfənəhə zəvcuhə Əliyyun Leylən, vaxtı Həzrəti Zəhra salamullahi əleyha dünyadan getdi, vəsiyyət eləyibdi ki, şohəri Həzrəti Əli əleyhissalam onu gecə zamanı dəfn eləsin. Və ləm yu'zən bihə Əbu Bəkr. İcazə vermiyor Əbu Bəkr ona təşhiyə cənazəsində şirkət eləyə. Səlla əleyha Əliyyun. İcazə vermiyor Əbu Bəkr ona namaz qıla. Yox, Əli ibn Əbi Talib əleyhissalam o Həzrətə namaz qılıbdı. Ayrı rivayətdə Ayşə nəql eləyir. Kitab-ı Müstədrək Ələs-Səyyin cildisi Kitab Ma'rifətis Səhabə. Ayşə bunun naqlidir. Deyir, vaxtı Həzrəti Zəhra salamullahi əleyha dünyadan getdi, Əli ibn Əbi Talib əleyhissalam gecə Fatimə-i Zəhranı dəfn elədi və ləm yuş'ir bihə Əbu Bəkrin. Hətta dufinət və səlla əleyha Əli ibn Əbi Talib əleyhissalam. Əli ibn Əbi Talib əleyhissalatu vəssalam Əbu Bəkri çağırmadı ki, gələ Həzrəti Zəhranın dəfnində şirkət eləyə, o Həzrətə namaz qıla. Bəlkə özü namaz qıldı, özü dəfn elədi və məhəlli dəfni də məxfi elədi. Əcibidir. Bu, Həzrəti Zəhra salamullahi əleyha bir şəxsiyyəti adi deyərdi ki, Əbu Bəkir Əbdullah şirkət eləyə ya eləməyə nə fərq eləyir? Yox, Həzrəti Zəhra salamullahi əleyha bu unvanı Kevsər ki, Peyğəmbərə inayət olunub Allah tərəfindən. Xas şəxsiyyət, ayat-ı mütəəddidi Qur'an Həzrəti Zəhra salamullahi əleyhanın moridində nazil olub. Peyğəmbər buyurub, Fatimə-i Zəhra mənim tikəmdir, pariyi tənimdir. Onu əziyyət eləyən mənə əziyyət eləyib. Onu xoşnud eləyən, onu əziz sayan mənə əziz sayıbdır. Əcibdir bu rivayətlər. Ayat-ı müxtəlifi Qur'an Həzrəti Zəhra salamullahi əleyhanın moridində nazil olubdur. Misli ayə mübahilə, misli ayə tədhir. Ki, bunlar hamısı Həzrəti Zəhra salamullahi əleyhanın şənindədir. Sure-i Həl-Əta, Sure-i Kevsər. Vaxtı dünyadan gedir o adam ki, iddia edir, mənəm xəlifə-i müslümin,
Gəlib Həzrəti Zəhra salamullahi aleyhanın cənazəsinə namaz qılmır. Həzrəti Zəhra salamullahi aleyha beləncilik onunla danışır. Deyir ki, buyurur ki, Əbu Bəkr mən səndən qəzəbnakəm. Peyğəmbər buyurur, qəzəb Həzrəti Zəhra salamullahi aleyha qəzəb ilahidir. Allah ona yəni qəzəb eləyib. Əbu Bəkr məğzub ilahidir. Pəs əzizlər diqqət buyurun. Zəryan hücum be beyti Əmir-i Möminin Əli əleyhissalam və Həzrəti Zəhra salamullahi aleyha bir məsələdir ki, kitabhay Şiə və Sünnidə bu rivayəti vardı, nəqli vardı. Mütəəddid və müxtəlif kitabhay Əhl-i Sünnətdə. Vardı rivayətlərdə ki, bu da müxtəlif rivayətlərdədir. Əbu Bəkr İzhar pəşimani eləyir öləndə, ey kaş mən Həzrəti Zəhra salamullahi aleyhanın evinə hücum gətirməyəydim. Rivayəti nəql elədik ki, qəzəb Həzrəti Zəhranı Allahın qəzəbi müərrifi eləyib və xəşmi müərrifi eləyib. Rivayəti varımız idi ki, xəşm-i qəzəb Həzrəti Zəhra xəşm-i qəzəb Peyğəmbərdir. Gedin Qur'ana baxın, hər kim Peyğəmbərə əziyyət və azar versə, hükmü nəminət o cür adamın. Qur'an buyurur bizə nə? Gedin müraciə eləyin onu, görün hükmü nəminədir. Allahı əziyyət eləyən, qəzəbnak eləyənin aya şaistəcisi vardı bu unvanı xəlifə-i ilahi və canişin Rəsul-i Xuda mərdum üçün müərrifi olunan. Təsih Həzrəti Zəhra Kutub Əhl-i Sünnətdə idi ki, Əbu Bəkrlə Ömər mən Həzrəti Zəhra salamullahi aleyhanı mordə əziyyət və azar qərar veribdi. Ta həddi ki, buyurdu, məni ya Əli gecə kəfən eləyib, quslu verərsən və namaz qılıb dəfn eləyərsən və icazə verməsən Əbu Bəkrlə Ömər mənə namaz qılala. Bunlar hamısı istəyir Həzrəti Zəhra salamullahi aleyha buyura ki, onlar ki, Əli ibn Əbi Talib əleyhissalamın həqqin qəsb elədilər. İmam-ı bər həqqin qabağında durdular. Onların ləyaqətləri yoxdur. Fatimə Zəhra salamullahi aleyhanın bədənində namaz qılarlar, dəfnində şirkət eləyərlər. Beləncilik adamların ləyaqətləri yoxdur. Müsəlmanlara hakim olarlar. Hökumət onların əllərində olar. Hükümət gərək məsumun əlində ola. O adam ki, ari az xəta və iştibah idi. Ayat-ı Qur'an şəhadət verir onun isbətinə. Bavücud İmam-ı Məsum ayrıların həqqləri yoxdur. Mərdumun, əmrin, hökumətin, tədbir umurların öhdədarı olarlar. İmam Məsumun huzuru vardı. Həzrəti Zəhra salamullahi aleyha bu unvanı nemad məzlumiyyət, bu unvanı mizan və meyar haqqaniyyət varid olur Əli ibn Əbi Talib əleyhissalamın həqqin mərduma bəyan buyurur. Əcibdir. Vaxtı bu rivayətləri görürük kitab-hay Əhl-i Sünnətdə təəccüb eləyirik. Bir iddələr nəcür bebiləmə talibinən gənə mütəqiddilə ki, Əbu Bəkrlə Ömər bunlara hakim və imam idi. Bunlar məcə qail deyərlər Peyğəmbərin sözləri hüccətdir. Məcə qail deyərlər ayat-ı Qur'an bunlara tamam kunəndə və milacdır. Xob, belə rivayətlərlə, belə ayatla ki, vücudu vardı. Hətta öz kitablarında niyə münkir imamət Əli ibn Əbi Talibdirlər? Baxın, Fatimiyyə çox mühümmidir. Niyə? Çün Həzrəti Zəhra salamullahi aleyha hükmü butlan-ı hökuməti Ömərlə Əbu Bəkrdir. Həzrəti Zəhra salamullahi aleyhanın isbat-ı məzlumiyyəti özü dəlil bər budur ki, İmamət Əli ibn Əbi Talib əleyhissalam düzdür bəd az Peyğəmbər. Nə Əbu Bəkrlə Ömərin imaməti? Çün Əbu Bəkrlə Ömər zülm eləyiblər Həzrəti Zəhra salamullahi aleyhaya. Həzrəti Zəhra olan əllərindən qəzəbnak idi. Qəzəb Həzrəti Zəhra qəzəb Xuda və Peyğəmbərdir. O adam ki, məğzub Xuda və Peyğəmbərdir. Aya şaistəcisi vardı. Allah tərəfindən, Peyğəmbər tərəfindən gələ hakim müsəlmanlar ola əbəda.
خب 2 nəfərdən də izafə iddiayı imamət və xilafət eləməyiblər ki. Biri Əbu Bəkirdir, biri Ömərdir, biri Əli ibn Əbi Talib əleyhissalam. Vaxtı Əbu Bəkirin imaməti batil olur, Əli ibn Əbi Talibin imaməti sabitdir. Və axəru dəvana elhamdülillahi rabbil alamin. Selamun aləl murselin velhamdülillahi rabbil alamin.